Salam aleykum, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Nizami rayonunda çox elitli bir küçədə villa təqdim eləyəcəm. Villanın ümumi sahəsi 600 kvadratdır. 4 mərtəbədən ibarətdir, sənədlər qaydasında kubçadır. Villa inşa olunub 7 sot torpaq sahəsində. Həm torpağın, həm tikilinin kubçası var. Çox keyfiyyətli, yəni özü üçün tikilmiş bir villadır. Kim ki axtarır, yəni bizə deyir özü üçün tikilmiş bir ev. Bu da gördüyünüz kimi özü üçün tikilmiş bir villadır. Əşyalıdır, az yaşayış olub, bütün əşyalar da qiymətə daxildir. Gəlin birinci həyəti ilə tanış olaq. Bu həyətin birinci hissəsidir. Arxa tərəfdə də əlavə olaraq həyəti var. Həmən hissədə də yaşıllıqdır, besetkası var. Bura ön hissəsidir. Gördüyünüz kimi avtomatik idarə olunan qapılardır. Yerləşdiyi küçə də çox elitli bir küçədir. Küçənin yanı bu küçədən digər avtomobillər işləyə bilmir. Burada olan 5-6 qonşudur ki, küçənin sonunda şlaqbom qoyublar, küçə bağlıdır. Əlavə olaraq su anbarı var. Sənədlər qaydasındadır. Qaz, su, işıq daimidir. Stil sistemi kombidir. Giriş hissədə 2 maşınlıq qarajı var. Gəlin sizə qarajını da göstərim. Birinci mərtəbəsində sport saldır. Bütün mərtəbələri göstərəcəm sizə. Səbirlə izləyin. Həmən o 2 maşınlıq qarajdan da evə daxil olmaq olur. İçəridə də qapısı var. Qarajları da səliqəli şəkildədir. Gəlin keçək, mən sizə ilk öncə arxa həyətini göstərim. Oradan sonra daxil olaraq villanın proyekti ilə, təmiri ilə tanış olaraq. Şam ağaclarıdır, palm ağaclarıdır. Bütün dekorativ ağaclardan əkilib. Həyəti çox səliqəlidir, baxımlıdır. Bura arxa hissəsidir. Villanın 2 giriş hissəsi var. Biri ön qapısı, biri isə arxa qapısıdır. Həmin bu arxa tərəfdən də villaya daxil ola bilərik. Birinci hissədə mən sizə arxa həyətini göstərim. Daha sonra keçərik otaqlarla tanış olaraq. Besetkadır, sağ-sol ağaçlardır. Ağaçlar da maşallah, yəni 7-8 ilin əkilmiş ağaçlarıdır. Ərazi baxımından çox sakit bir ərazidə yerləşir. Gəlin keçək biz birinci mərtəbəyə. Buyurun, zəhmət olmasa. Birinci mərtəbədə sportsaldır, yer istif olunandır. Həmən sportsal olan hissədə də özünün əlavə olaraq hamam otağı var. Bura katelni sistemidir. Gəlin buranı göstərək. Burada generatordur, su motorlarıdır, filtrlərdir. Bütün yəni evin suları hamısı buradan təmizlənir, sonra xəttlərə boşlanılır. Burada əlavə olaraq hamam otağıdır. Bütün mərtəbələrin özünün hamam otağı var. Gəlin yavaş-yavaş keçək, digər otaqları göstərim sizə. Həmən bu qapı qaraja çıxan qapısıdır. Bayaq mən sizə çöldən göstərmişdim. Buradan birbaşa qaraja daxil ola bilərsiniz. Bura isə əlavə bir boş otaqdır, artıq əşyalarınızı yığmaq üçün. Daha sonra bu hissədə şkaflardır, hər birindən istifadə edə bilərsiniz. Aşağı hissədə də isə bir balaca yerdir ki, orada da çamaşırxana üçün bütün su xəttləri çəkilibdir. Paltar yuyanızı o hissədə yerləşdirə bilərsiniz. Gəlin qalxaq, mən sizə digər otaqları göstərim. Yeri gəlmişkən bütün pilləkənlər mərmərdir. Yəni ağ, keyfiyyətli və bahalı mərmərdən vurulub. Bura villamızın 2-ci mərtəbəsi sayılır. Yəni qarşı tərəfdən gələndə 1-ci mərtəbə, arxa tərəfdən gələndə isə 2-ci mərtəbə sayılır. Həmən bu giriş hissəsidirsə, birinci bax biz ön hissədən başladıq, oranı sizə göstərim. O bura villanın ön hissəsidir. Təxmin elədiniz hansı tərəfdir. Buradan daxil oldu, sağ-sol şkaflardır, yer istif olunandır. 2-ci mərtəbədə yerləşir bir böyük qonaq otağıdır. Gəlin birinci qonaq otağı ilə tanış olaq. Yer parketdir, çox keyfiyyətli parketdir. Burada gördüyünüz əşyalar hamısı firmalara, brend mağazalara məxsusdur və hamısı da qiymətə daxildir. Ev sahibi buradan heç də götürmür. Hər kim alsa Allah xeyrin versin, hamısı da deyir Allah xoş olsun. Bütün otaqlarda qoşulan yəni kondisionerlər də Mitsubishi firmasına məxsusdur.
Gəlin mətbəxi göstərim sizə. Mətbəxi də geniş, rahat, mətbəx mebeli yığılıb, bütün avadanlıqlar quraşdırılıb, hamısı da qiymətə daxildir. Burada isə böyük soyuducudur. Soyuducunu da mətbəx mebelinin rənginə uyğun seçiblər. Mətbəx olan hissə də istiponlandı. Bu hissədə də Twistentin yeridir. Gəlin zəhmət olmasa, bura birinci mərtəbənin sanuzelidir. Gəlin qalxaq 3-cü mərtəbə ilə tanış olaq. 3-cü və 4-cü mərtəbələrdə yalnız yataq otaqlarıdır. Hər mərtəbənin ara kəsməsi monolit betondur. Bütün mərtəbələrdə olan pilləkənlər hamısı mərmərdir, ağ mərmər. 3-cü mərtəbədə 4 yataq otağıdır. Gəlin birincisi mən sizə göstərim. Buyurun zəhmət olmasa. Bütün yataq otaqlarında parketdən istifadə olunub. Kondisioner bütün otaqlarda quraşdırılıb. Proyekt də tam skvaznoydu, yer çəkən proyektdir. Hər otağın özünün balkonu var. Gəlin zəhmət olmasa, bura ikinci yataq otağı. Bura isə ikinci mərtəbənin hamam otağıdır. Bütün hamam otaqlarında yer istiponlandı. Gəlin zəhmət olmasa. Bura isə növbəti bir yataq otağı. Ev sahibi buranı niyyəti varmış ki, mətbəx kimi eləsin. Əgər kim zövqə uyğun istəsə, yəni mətbəx üçün bütün qaz xəttidir, su xəttidir çəkilib. Əlavə olaraq, yəni 3-cü mərtəbədə də mətbəx eləyə bilərsiniz. Növbəti bir yataq otağı da bu hissədədir. Bütün yataq otaqların təmiri yaxşıdır, aboylardır, parketidir, pərdələr, lüstrlar bütün otaqlarda var. Yəni tam yaşayış üçün hazırdır. Bugünkü gündə yəni yaşamaq üçün heç bir təmirə ehtiyacı yoxdur. Sənədlər qaydasında. Hər kimə qismət olsa inşallah xoşbəxtçiliklə yaşasınlar. Gəlin zəhmət olun. Bax, bu hissədən də qarşı tərəfə olan balkonudur. Qarşı tərəfə balkonu var. Gedək, indi isə mən sizə sonuncu mərtəbəni də göstərim. Bura isə villamızın sonuncu, 4-cü mərtəbəsidir. Burada da əlavə olaraq yataq otağıdır, qardirob otağıdır, balkondur və mətbəxidir. Bax, bu hissədə böyük qardirob otağıdır, şkaflar, rəflər. Nə qədər istəsəz, geyimlərinizi bu hissədə yerləşdirə bilərsiniz. Bu hissədə də əlavə olaraq mətbəx yığılıb. Bir şey də qeyd edeyim ki, bütün mərtəbələrin özünün kollektor sistemi var. Yəni, istipol üçün hər mərtəbənin özünün kollektoru hər mərtəbədə yığılıbdır. Burada da mətbəx hissəsidir. Buranı da, bu hissəni də seyf üçün nəzərdə tutulub. İnşallah seyfinizin də yeri burada olsun. Gəlin yataq otağını da göstərim. Bura isə sonuncu, ən böyük yataq otağıdır. Buradakı əşyalar da qalır, yenidir, qiymətə daxildir. Mən əşyaların qiymətini demək istəmirəm. İnşallah kim gəlsə bu evə əşyaların qiymətini ev sahibi özü yazılı sürətdə göstərəcək. Yəni, neçəyə alıb, qiyməti sənədlə var. Burada böyük hamam otağıdır.
Bu hamam otağın içində duş kabindir, sanuzeldir. Orada da jakuzzisidir. Jakuzzinin də qabaq tərəfində, sağ tərəfdə TV stand üçün yer qoyulub ki, rahat burada istirahətinizi eləyib televizoru da izləyə bilərsiniz. Burada qarşı tərəfidir. Yenə də balkondan baxışlarını göstərək. Burada da videonu tamamlayaq. Dəyərli izləyicilər, inşallah qiyməti aşağıdan yazacağım. Qiyməti yazmasam da inşallah zəng edib maraqlanarsınız, telefonda deyərəm. Sağ olun, var olun.